Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün belə bir böyük bir karqom gəlib Türkiyədən. Bunu mən poçtla sifariş verməmişəm. Daha öncələr poçtla sifariş vermədiyim zamanlarda Türkiyədə bir adam var. O kiloqramını 6 dollara gətirir, 5 dollara, 6 dollara. Mən sifariş edirdim, həmən adamın evinə gedirdi, həmən adam da Azərbaycana gələrkən bunları gətirir. İndi isə açıq görək içində nə var. Bir də ki, sifariş etdiklərimi hər zaman karobkalarından çıxardır, deyir, yəni çəkisi çox olmasın. İlk öncə yenə Pure-Setdən sifariş vermişəm. Pure-Setin serumu və peelingi. Sadəcə bir təkcə bunu qutusundan çıxartmayıb. Budur. Mən hər zaman bunlardan istifadə edirəm. 2 ədəd yenə həmişəki kimi tester qoyublar. Bunları atmağa ehtiyac görmürəm, çünki hər zaman açıb göstərirəm. Bu serumdur. Bu da ki, peelingidir. Daha sonra Garnier'in üz yuma geli. Saç spreyi həmişə artıq neçə illərdir bu saç spreyindən istifadə edirəm. Bu çox yaxşı spreydir. Saç, yəni təzə saçlar, tökülən saçları bərpa edir. Yeni saçlar çıxır əvəzinə. Daha sonra L'Oreal'in belə gündüz kremi, nəmləndirici. Yenə L'Oreal'in güneş serumu və SPF güneş kremi L'Oreal'dən. Məndə bitmişdi artıq. Yenisini sifariş vermişdim. 2 ədəd Old Spice. Bu çox gözəl antiperspirantdır. Möhtəşəmdir. Bunu da neçə illərdir istifadə edirəm artıq. Başqa antiperspirant istifadə etmirəm. Bunlar çox gözəldir. Həm də ki, mənə belə münasibdir. Çünki hər kargoya 5 manat, əgər mağazalardan sifariş verirəmsə, 5 manata yaxın ödəməliyəm. Mən bir neçə marketlərdən sifariş vermişəm, ona görə mənə belə sərfəlidir. Bir ədəd gel ilə duşa 650 millimlik və 2 ədəd Colgate-in diş fırçası. Daha sonra Bref'in 2 ədəd belə tualet üçün istifadə etməyə. Bunlar burada Azərbaycanda bir ədədi 3 manat neçə qəpikdir. Mən bunun bir patikasına, yəni içində 3 dənə var. Bunu orada 6 manata, təxminən 6 manata almışam.
Yəni bu sərfəlidir. 2 ədəd bundan. Daha sonra belə kiçik zibil torbası 2 paket. 2 paketdə belə böyük zibil torbaları 2 paçka sifariş vermişəm. Bir ədəd mikrofiber cam bezi. Bu 2 ədəd olur içində bunun. Və sonda ilbaz bezləri. Bunu mən çoxdan izləyənlər bilərlər. Hər zaman mən bunlardan alıram. İçində 3 ədəd var. Bunlar çox gözəl bezlərdir. Bundan Azərbaycanda görməmişəm. Belə. Türkiyədən olan sifarişlər bunlardır. Daha sonra Memar Əcəmidən meyvə aldıq. Orada meyvələr ucuz idi. Marketlərdə əriyin, şaftalının kilosu 3 manat, 4 manatadır. Amma biz oradan ərik, şaftalı, armud, hamısı sərfəli idi qiymətləri aldıq. İndi onları paylaşacağım. 3 kilo ərik aldıq. Daha sonra 1 kilo yarım belə armud. İki kilodan çoxdur. Nektarin. 2 kilo şaftalı. Belə şaftalıdan. 1 kilo yarım banan. Marketlərdə banan 3 manatdan çoxdur. Amma orada 2 manatadır bananın qiyməti. Və belə bir gilə meyvə aldım. Adı yaban mersini, əsl adı blueberry'dir. Çox faydalı bir gilə meyvədir. Bunun qutusuna 6 manat ödədim. Qalan meyvələr isə banan 2 manata idi. Şaftalı, ərik və nektarin 1 manat 50 qəpiqə idi. Aldıqlarım bu qədər. Videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.